Salam əziz həkimlər, dəyərli pasientlər. Yenidən sizləri Hüquq TV internet televiziya kanalının təqdimatında Sağlam qanununda salamlayırıq. Daimi olaraq bu verilişdə hər zaman insanların, pasientlərin hüquqlarından, həkimlərin hüquq və vəzifələrindən danışacağıq. Təbii ki, dövlət və səhiyyə sistemi hər bir kəsin ayrı-ayrılıqda sağlamlığının qorunması üçün və ona keyfiyyətli tibbi yardımın göstərilməsi üçün fəaliyyət göstərir. Bu fəaliyyət isə öz növbəsində əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Təbii ki, dövlət və səhiyyə sistemi ilə yanaşı fəaliyyətin göstərilməsində həkimlər vicdanlı xidmət həyata keçirməli, pasientlər isə öz növbələrində qaydalara əməl etməlidirlər ki, onların sağlamlıqları təminat altında olsun. Biz əhalinin sağlamlığının qorunması haqqında, qanun haqqında növbəti verilişlərimizdə kifayət qədər sizinlə ətraflı danışacağıq. Lakin eyni zamanda səhiyyənin fəaliyyəti bununla bitmir. Bilirsiniz ki, müasir dünyada son zamanlar artıq özəl sektorun inkişafı, kommersiya sektorunun inkişafı öz təzahürünü tibbdə də tapmışdır. Belə ki, özəl tibbi fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunu, sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu bu fəaliyyəti kommersiya fəaliyyəti kimi tənzimləyir. Bəzən bu iki qanunu bir-birinə səhv də salırlar, qarışdırırlar, lakin bunların hər birinin ayrı-ayrılıqda əhəmiyyəti və bu fəaliyyətə təsiri haqqında biz geniş və ətraflı danışacağıq. Bu qanunlarla yanaşı eyni zamanda bildiyiniz kimi icbari tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunu da mövcuddur ki, bu isə hər bir kəsin dövlət tərəfindən ona ayrılmış tibbi xidmətlərdən yararlanması ilə yanaşı əlavə xidmətlər də əldə etmək imkanlarını təmin edir. Bu isə özəl sektorda həkimlərin onlara göstərdiyi xidmətlərdir. Özəl klinikaların, özəl sektorun onlara göstərdiyi xidmətlərdir. Bu günlərə əgər sahibkarlıq fəaliyyəti kimi tibb öz xidmətlərini bir əmtəə kimi təqdim edirsə, artıq insanlar istehlakçıya çevrilərək bu xidmətlərdən bəhrələnməli və onun keyfiyyətli olmasına zəmanət əldə etməlidirlər. Gəlin, baxaq görək bu günləri özəl sektorda vəziyyət necədir? Bu məsələni qiymətləndirmək üçün bugün müsahibimiz Alimp Hospitalın direktoru hörmətli Ruslan Rızayevdir. Ruslan müəllim, sizi Sağlam qanununda salamlayırıq, xoş gördük. Birinci növbədə sizə təşəkkür edirik bizə bu şəraiti yaratdığınıza görə və Sağlam qanun heyəti adından həm şəxsən sizə, həm də bütün Alimp Hospitalın heyətinə təşəkkürümüzü bildiririk. Təbii ki, biz də bu fəaliyyətə, yəni bu Sağlam qanun müstəvisində Hüquq TV internet televiziya kanalının çərçivəsində yeni başlamışıq və məqsədimiz, niyyətimiz tibb hüququnun məqsədlərini və vəzifələrini ictimaiyyətə çatdırmaqdır. Eyni zamanda həm həkimlərin, həm də pasientlərin öz hüquq və vəzifələri haqqında maariflənməsidir. Təbii ki, bugünkü verilişimizdə də bizim mövzumuz özəl tibb sektorudur. Bilirsiniz, sahibkarlıq fəaliyyəti artıq bir çox sahələrdə öz təzahürünü göstərir, eləcə də tibb sahəsində artıq öz təzahürünü göstərir. Özəl klinikaların artması, həkimlərin müstəqil fəaliyyəti, bu da bizim dövlətimizin həm ictimaiyyətə, həm də tibbi olan bir dəstəyidir. Və belə dəstəklərdən biri də bilirsiniz o minimum zərflər paketidir ki, hazırda həm dövlət sektorunda, həm özəl sektorda mövcuddur. Birinci sualımızı da ondan başlayaq ki, siz ümumiyyətlə bu minimum zərflər paketi dövlətlə özəl sektoru necə uzlaşdırırsınız? Bunu biz sizə bir özəl sektorun, sektorda fəaliyyət göstərən klinikanın rəhbəri kimi. Şükür, mən də sizi salamlayıram. Xoş gəlmisiniz. Çox sağ olun. Mən də Hüquq TV-yə və onun bütün əməkdaşlarına təşəkkürümü bildirirəm və sizin yeni layihəniz olan bu Sağlam qanunun xeyirli uğurlu olmasını diləyirəm. İnsanları maarifləndirmək, onlara öz hüquqlarından bəhs eləmək və onların bilgiləndirmək
Bu gün məncə bizim dövlətimizdə, ölkəmizdə ən çox lazım olan, labid olan proseslərdən biridir. Bu yolda sizə uğurlar arzu edirəm və bütün imkanlarımızla əlimizdən gəldiyi qədər sağlam qanun layihəsinin yanındayıq. Çox sağ olun, təşəkkür edirəm. Sualınıza gəldikdə, ümumiyyətlə icbari tibbi sığorta ilə özəl tərəfdaşlıq əslində yekunda qazanan hər zaman pasientlər olur və vətəndaşlarımız olur dolayısıyla. Dövlət daha əlçatan və daha geniş miqyaslı xidmətlər təqdim edir. Özəl sfera isə bu xidmətlərə daha çevik idarə etmə və biraz da keyfiyyət qatır. Və bu da dolayısıyla pasientlərimiz üçün, vətəndaşlarımız üçün əlçatan, keyfiyyətli tibbi xidmət anlamına gəlir. Biz də özəl müəssisə olaraq icbari tibbi sığorta ilə təsdiq olunmuş minimum xidmətlər zərfi ilə fəaliyyətimizi davam elətdiririk. Bu sahədə artıq 3 ildən artıqdır bir fəaliyyətimiz var. Bura bölümləri şamil eləsək, kardioloji, travmatoloji, radioloji, aktiv çalışan bölümləri və digər xidmətlər zərfində olan bölümləri qeyd edə bilərik. Son dövrlərdə Vüsal müəllim, icbari tibbi sığorta sistemində yeniliklər gedir. Yəni faktiki olaraq bu həm özəl sektora, həm dövlət sektoruna təsirsiz qalmır. Hazırki vəziyyətdə siz bu prosesləri necə həll edirsiniz? Yəni faktiki olaraq icbari sığorta paketlərinin də olan dəyişikliklərin özəl sektora təsiri varmı? Bəli, məncə bu aktual bir sualdır son dönəmdə. Bildiyimiz kimi müəyyən struktur dəyişiklikləri gedir və getməkdə davam edir. Bu struktur dəyişiklikləri də dolayısı olaraq bütün tərəfdaşlara, eləcə də özəl tibb müəssisələrinə təsirsiz ötüşmür. Müəyyən təsirləri var. Bir neçə müddətdir ki, bu öz xidmətlərini icbari tibbi sığorta ilə koordinasiyalı təşkil edən özəllər bu anlamda çox ciddi etkilənirlər. Amma mövcud olan struktur dəyişiklikləri və verilmiş qərarlar önümüzdəki tarixlərdə hər şeyin əvvəlki günlərdən, əvvəlki tarixlərdən daha yaxşı olacağına dəlalət edir və ümid verir. Yəni hal-hazırda olan durumla bağlı deyəcəklərimiz bu qədər ola bilər. Aydındır. Dediyinizdən belə anlaşıldı ki, yəni hazırda bir dəyişiklik, bir keçid dövrünü yaşayır özəl sektor və bu dönəmdə siz pasientlərin seçim imkanlarını genişləndirmək üçün başqa nəsə bir əvəzləyici təkliflərinizmi və ya həyata keçirdiyiniz layihələr mövcuddurmu? Əslində bəli, yəni özəl sektor ayaqda qalması üçün artıq icbari tibbi sığorta dönəmi başlamadan öncə hansı xətlər üzrə inkişaf var idisə, o sferaya döndüyünü görürük. Təbii ki, bu bizim icbari tibbi sığorta xidmətlərindən imtina etmə və yaxud da ki, bunları dəyişdirmək üçün bir anlamına gəlmir. Amma struktur dəyişiklikləri yekunlaşana qədər ən azından müəyyən başqa xidmət istiqaməti seçmək məcburiyyətimiz yaranır. Məsələn, biz qısa müddət ərzində Türkiyənin çox aparıcı xəstəxana şəbəkəsi olan Acıbadəm xəstəxanalar şəbəkəsi ilə bir memorandum imzaladıq və bu memorandumun nəticəsində Türkiyədən dəvətli olan həkim heyəti, bunların böyük əksəriyyəti dosent və professor olan doktorlardır ki, onlar bizim klinikada vətəndaşlarımıza birbaşa kliniki xidmət göstərəcəklər və eyni zamanda bizim tibbi heyətimiz, bura həkimlərimiz, tibb bazlarımız daxildir. Bunlar koordinasiyalı şəkildə Türkiyənin həmin o Acıbadəm sağlıq qrupuna məxsus olan xəstəxanalarda təlim keçəcəklər. Bu bizə nəyə dəlalət edir? Biz öz xidmət səviyyəmizi
artırmağı artıq prioritet halına gətirmişik. Bəli. Artıq Yəni- bir rəqabət, Bəli, bazar rəqabət mühiti rəqabətinə yaranır. keçirib. Bəli. Əslində olan şeylərin bir də bu tərəfdən dəyərləndirməmiz lazımdır. Biz icbari tibbi sığorta xidmətləri çərçivəsində xidmət göstərən zaman bu rəqabət mühitinə özümüzü alışdırmamışdıq deyək və yaxud da bir komfort zonadaydıq deyək. Amma hal-hazırda artıq fərqli düşünməyə və fərqli qərarlar verməyə özümüzü biraz da məcbur kimi hiss edirik deyə. Bu ümumi məncə sistemi inkişaf aparır. Artıq tibb xidmətlərinin bir əntayə çevrilməsi öz növbəsində özəl sektorda, özəl tibb sektorunda artıq bir rəqabətin, inkişafın təməlini qoyur. Ona görə təbii ki, doğru vurğuladınız. Yəni tibbi heyətin, işçilərin, həkimlərin yetişdirilməsi, onların inkişafı bu nəinki özəl sektorun, eyni zamanda cəmiyyətin keyfiyyətli, daha yüksək keyfiyyətli tibbi xidmətlər almasına xidmət edəcək. Və sizə sonuncu bir qısa sualım. Bu özəl tibb müəssisələrində bildiyiniz kimi həkimlərin də hər biri, eyni zamanda tibbi heyətin hər zaman bir dəstəyə, hər zaman bir qorumaya ehtiyacı var. Siz öz tibbi heyətinizin, həkimlərin dəstəyini təmin etmək üçün hansı hüquqi çərçivədə müstəvidə bir nəsə yeniliklər gözləyərdiniz? Bu da əslində bizim çox aktual mövzulardan biridir. Son dönəmlərdə həkimlərə və tibb işçilərinə qarşı cəmiyyətimizdə olmasından biraz daha çox eleştiri və aqressiya hiss olunur. Əslində bilirsiniz, məsələn, bir sürücü bir avtobusu idarə edir, qəza keçirirlər və bir neçə nəfər insan həyatını itirir. Sonra cəmiyyətdə danışılan söz odur ki, yazıq sürücü yuxulu olub. İnsanlar ona bir içlərində haqq qazandıra bilirlər. Amma həkimin bəlkə də səhvi olmadan çox ağır qəbul olunmuş xəstənin həyatını itirirsə və yaxud da ki, hər hansı bir nöqsan baş verirsə, bəlkə də yenə deyirəm, bunun %99-u, bəlkə də daha fazlası mənim gördüklərim ən azından həkimlə bağlı olmur. Amma bu cəmiyyətdə həkimlərə qarşı çox aqressiv bir mövqe görürük. Yəni, ən azından yaşayırıq. Biz nəzərə almalıyıq ki, məsələn, bir həkimin yetişməsinə 30 ilə yaxın bir zaman lazımdır. Həkimlər cəmiyyətimizin belə deyək də ali təbəqəsidir. Həkimlərimizi mənəvi olaraq birinci mən istəyərəm ki, bu mövzunu madəm açmısınız, mənəvi olaraq həkimlərimizə yanaşma biraz daha yumşalsın və biraz onları mənəvi cəhətdən dəstəkləyək. Hüquqən özünü rahat hiss eləməyən bir həkim rahat çalışa bilməz, o ağır xəstəliklərlə çox rahat mübarizə apara bilməz. Bu, ümumiyyətlə, bizim tibbimizə və səhiyyə xidmətimizə çox ciddi xələl gətirər. Görmək istədiyimiz nə ola bilər? Zaten qanunlar çərçivəsində həkimlərimiz qorunur, amma bu, mən düşünürəm, daha da yaxşı ola bilərdi. Yəni, bir həkimin məhkəmələrdə və yaxud da digər dövlət qurumlarında zaman keçirməsindən daha çox xəstəxanalarda insanlara xidmət eləməsi daha əlverişli və daha məqsədə uyğun sayılır. Həkimləri qoruyan xüsusi bir qurum kimi bir şey əslində insan düşünür də, amma Həkimlərin həmkarlar ittifaqları mövcuddur və təbii ki, səhiyyə sahəsində fəaliyyət göstərən şəxslərin eyni zamanda ictimai birliklər, bugün bir çox ictimai birliklər mən özüm tanıyıram ki, Azad Həkimlər İctimai Birliyi var. Yəni, mən belə başa düşürəm ki, siz onlardan daha intensiv, daha sıx fəaliyyət gözləyirsiniz, daha ciddi həkimlərə diqqət gözləyirsiniz. Aydın, yəni biz növbəti verilişlərimizdə də təbii ki, bu mövzulara toxunacağıq. Yəni, qanunlarımızda da bir qədər həm həkimlərin, həm pasientlərin hüquqlarının müdafiəsi üçün daha yeni mücərrəd işlək məqamların, müddaların olmasını düşünməliyik, biz hüquqları hüquqşünasların üzərinə düşən vəzifədir. Çox sağ olun, vaxt ayırdınız, minnətdarıq. Bizim Sağlam Qanunun ilk müsahibi, bir daha qeyd edeyim ki, direktor Ruslan Rızayev idi.
Bizə vaxt ayırdığına görə, sağlam qanunda iştirak etdiyinə görə ona və klinikaya təşəkkürümüzü bildiririk. Şöhrəm, sağ olun. Mən də təşəkkür edirəm. İlk mühasib olduğuma görə biraz da məsuliyyət var idi çiyinlərimdə. Yenə deyirəm, mən sağlam qanun layihəsinə və sizə uğurlar arzu edirəm komandanıza. İnşallah xeyirli, uğurlu və davamlı olar layihəniz. Çox sağ olun. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Əziz həkimlər, dəyərli pasientlər, sağ və salamat qalın. Gəlin birlikdə qanunlarımızı sağlamlaşdıraq. Sağlam qanunda növbəti görüşlərimizədək. Sağ olun.